Məktəbləri şagird və müəllimsiz təsəvvür etmək mümkün deyil, xüsusilə də tədris ili müddətində. Bu müddətdə şagirdlərdən tələb olunan öyrənməkdirsə, müəllimlərin peşələri öyrətməkdir. Lakin bəzi məktəblərdə şagirdlər bir sıra fənləri öyrənməkdə çətinlik çəkirlər. Bununsa səbəbi öyrədənlərin, yəni müəllimlərin az olmasıdır. Söhbət müəllim çatışmazlığından gedir. Özü də tək bölgələrdə yox, elə paytaxtdakı məktəblərdə də. Mən özümdə işləmişəm. Bizdə direktor heç icazə vermirdi ki, həmin fənni bilməyən müəllim başqa fənnə girsin. Hər kəsin öz fənninə əvəz edici salmırdılar bizdə. Ancaq indi bəlkə də var, mən bilmirəm. Müəllimlər var, amma yaxşı müəllim biraz problemdir. Amma ola bilər məktəblər, ola bilər ki, başqa fənni sahibi, məsələn, riyaziyyat deyir, başqa fəndir. Düz mənə rast gəlməyib, amma işləyirəm. Olmaz, yəni o düzgün deyil. Əslində eşitdiyim olub, amma şəxsən özümün rastlaşdığım olmayıb belə bir halla. Amma əgər ki, bir müəllim pedaqoq olaraq yetişibsə və buna ixtisası yetirsə, yəni bu fənni deməyə, necə bir problem görmürəm bunda. Hazırda ölkənin 4432 orta ümumi təhsil məktəbində 1.600.000 şagird təhsil alır. Onların bilik və bacarıq əldə etmələri üçün 142.000-ə yaxın müəllim məşğul olur. Lakin il ərzində müxtəlif səbəblərə görə bəzi müəllimlər işlərindən ayrılmalı olurlar. Bu da həmin fənni tədris edən müəllimlərin çatışmazlığına yol açır. Ekspertlərin sözlərinə görə məktəblərdə müxtəlif fənlər üzrə xüsusilə kişi müəllimlər azlıq təşkil edir. Ümumilikdə isə bir sıra fənləri tədris etmək üçün təhsil müəssisələrində müəllimlərə ehtiyac var. Qeyd edim ki, paytaxt Bakıda hal-hazırda bir neçə orta təhsil məktəbində 5-ci və 9-cu siniflərdə dərs veriləcək riyaziyyat, fizika, kimya və biologiya müəllimlərinin çatışmazlığı mövcuddur. Belə ki, bu problemin yaranmasının əsas səbəbi qeyd edilən ixtisasların bir neçəsi üzrə sertifikasiya imtahanından müvafiq bal toplaya bilməyən müəllimlərin olmasına bağlıdır. Xüsusən riyaziyyat fənni ilə bağlı təkrar sertifikasiyadan kəsilən müəllimlərin yerinə çox təəssüf olsun ki, yeni müəllim kontingenti göndərilməyib. Bundan başqa bəzən müxtəlif fənləri eyni müəllim tədris edir. Təbii ki, belə halların müvəqqəti xarakter daşıdığı da bildirilir. Əvəzedici müəllim isə, məsələn, humanitar fənləri tədris etdiyindən dəqiq elmlərdə yaranan boşluğu da doldurmağa çalışır və ya tam əksi. Bu isə şagirdlərin həmin sahələrdən geri qalmasına gətirib çıxarır. Məsələ ilə bağlı məktəbə qədər və ümumi təhsil üzrə Dövlət Agentliyindən bildirildi ki, problemin həlli istiqamətində müvafiq işlər görülür, mütəmadi vakant yerlər təyin edilir. Ümumi təhsil müəssisəsində hər hansı fənn üzrə müəllim çatışmazlığı yarandığı təqdirdə həmin yer vakant olaraq müsabiqəyə çıxarılır. İl ərzində vakant yerlər yarandıqda ehtiyat kadrlar hesabına müəllimlər cəlb edilir. Bu və ya digər səbəbdən qeyd olunan vakant yerə təyinat aparılması mümkün olmadıqda, əvəzçilik qaydasında məktəbə yaxın məsafədə yerləşən digər ümumi təhsil müəssisəsindən eyni fənn müəlliminin tədrisə cəlb olunması üçün addımlar atıla və ya əvvəlki illərdə həmin məktəbdə çalışmış, yaş həddində olan müəllimlər cəlb edilə bilər. Dəqiq statistika isə məlum deyil, çünki rəqəmlər hər gün dəyişir. İşdən çıxan və ya yer dəyişmə edən təhsil işçisinin yerinə isə yenisi təyin olunur. Müəllim çatışmazlığı probleminin həlli təkcə paytaxtın mərkəzi və ya Bakı kəndləri, ətraf rayonlarda deyil, ümumilikdə bölgələrdə də həyata keçirilir. Gülnar İlqar qızı, Zaur Həşimov, Telesəhər.